Salam, Gəncə adlı Səllamiyə doğru getdiyimiz cığırın bu anlarında ümumi olaraq Gəncə məhəllələrindən bəhs edəcəyik. Ümumiyyətcə, Gəncəmiz tərkibində 72 məhəlləni cəmləşdirib və hər bir yaşayış massivinin, hər bir məhəllə sakininin də özünə məxsus həyat və yaşayış tərzi olub. Əlqərəz, Gəncəmizi təşkil edən elementlər içərisində məhəllələr daim mühüm yer tutub. Öz həcm məkan quruluşu və mahiyyətinə görə yaşayış məhəllələrinin nəzərdən keçirilməsi nəinki şəhərimizin, həm də bütün vilayətdə yaşanan demoqrafik proseslərin öyrənilməsi üçün əsas şərtdir. Məhz buna görə Gəncədə mövcud olan məhəllələrin xüsusi tədqiqat hədəfinə çevrilməsinə ehtiyac yaranır. Elmi ədəbiyyatda tarixi etnoqrafik, dilçilik yönümlü məqalələri çıxmaqla bu məsələlər, yəni məhəllə anlamı ayrıca araşdırılmayıb. Doğrudur, bəzi tədqiqat əsərlərində də Gəncə məhəllələrindən yeri gəldikcə ötəri də olsa danışılıb. Lakin cəmiyyətimizə lazım olan qədər məlumat verilməyib. Məhəllələrin ayrıca araşdırılması müxtəlif dövrlər üçün Gəncənin plan xəritəsini daha dəqiqliklə tərtib etməyə imkan verə bilər. Gəncə adlı Səllamə də bu mülahizələri nəzərə alaraq məhəlli xarakter daşıyan ərazilərin qısa təsnifini şərh etməyə çalışacaq. Heç şübhəsiz, Gəncə məhəllələrinə həsr etdiyimiz bu missiya əsas etibarilə şəhər əhalisinin söylədiyi fikirlərə istinad olunduğundan onun tamamilə qüsursuz yazılmasına hökm vermək olmaz. Eləsi var, doğrudan da fakta istinad olunur. Amma əksəriyyəti faktdan çox kənardadır. Yəni fərziyyə şəklində, rəvayət şəklində, duyum şəklində, öz görüşü şəklində təqdim olunur. Hamısı gözəldir. Yəni hamısı yığıldıqda onun məcmuu, onun birliyi bir fikir doğur. Fikirdən fikir doğur. Bir başdan baş yarım yaxşıdır. Yəni bir adamın fikrindən 3-4 adamın fikri yaxşıdır. O hardasa bir nəticəyə gəlir. O mənada siz hamısını qəbul edək. Onların hamısını əldə edən xalqa çatdırın. Xalqdan qoy cavabları gəlsin. Hansının daha doğru olduğunu tarix özü müəyyənləşdirir. Tarix özü dürüstləşdirir. Tarix deyir ki, buna möhür vururam, buna vurmuram. Aydındır mı? Ona görə tarixin cavabını gözləmək lazımdır. Onlar artıq çay kənarlı deyir ki, toyuqçu belədir. Toyuqçu deyir ki, hardasa bıçaq çıxdı, bıçaq. Bunlar xalqın xırda əlavələridir ki, mən onların böyük əhəmiyyət vermirəm. Sadəcə əhəmiyyəti ona verirəm ki, hər kəs öz məhəlləsinin təəssübünü çəkir. Onun aparıcı qolunu saxlayıb, onun haqqında ya öyünür, ya digərlərə nümunə göstərir. Məhəllələr Asiya istehsal üsulunun doğurduğu şəhər salma vahidi kimi, nəinki qədim şərqin, hətta Azərbaycanımızın əski şəhərlərinin hər biri üçün səciyyəvidir. Ümumiyyətcə, məhəllələrin əmələ gəlməsi tarixdəki sinifli cəmiyyətlərin yaranması qədər qədimdir. Gəlin məhəllələrin yaranma tarixçəsinə qısa da olsa nəzər salaq. Məlum olduğu kimi, dini inamların törəməsi, əkinçiliyin yem-yığmadan, maldarlığın ovçuluqdan ayrılması, qəbilə icmasından qonşuluq icmasına keçid, qədim yaşayış məskənlərində ayrı-ayrı birliklərin, tirələrin yaranmasına gətirib çıxarıb. İbtidai icma quruluşu dövründə müxtəlif nəsillər, ailələr arasındakı fərqlər özünü daha qabarıq göstərib. Məhəlli münasibətlər isə düşeym halında formalaşıb. Sonralar, insanlar arasında münasibətlərin təkmilləşməsi nəticəsində iri yaşayış məskənlərində məhəllələrin ibtidai formaları təşəkkül tapıb. Hələ keçən yüzillikdə bir çox Azərbaycan kəndlərində, Bakının İndiri, Qubanın Miskincə, o vaxtki Şamaxı, indiki İsmailinin Lahıc, Qəbələnin Böyük Əmili, Yenikənd, Vəndam, Oğuzun Döymədərə, Xaçmaz, Şəkinin Baş Küngüd, Aşağı Göynük, Baş Layski, Zaqatalanın yuxarı Tala kəndlərində məhəllələrin olması faktı ölkəmizdə məhəllə anlamının son 2 əsrdə daha geniş vüsət aldığını göstərir. Şəhərimizdə isə məhəllə anlamının tarixiliyi daha həssaslıqla nəzərə çarpır. Bilirsiniz, bəllidir Gəncə üsyanı, zəlzələ vaxtı köhnə yerində Gəncə dağıldı. Sonra da gəldilər
Tatarlarla bağlı olan müharibə dövrlərində o yer tamamilə yerlə yeksan olundu. Gəncənin köhnə yeri xarabazlığa çevrildi. Bir də 1606-cı ildə Şah Abbas Gəncəyə gəldi. Şah Abbas gördü, köhnə şəhəri bərpa eləmək qeyri-mümkündür. Ona görə də köhnə yerindən təxminən 7-8 kilometr bəridə, indi bildiyimiz yerdə Gəncəni, Yeni Gəncə şəhərinin salınmasının əsasını qoyub. Şah Abbas burada əvvəl Şah Abbas məscidi tikib, karvansaray tikib və bir neçə digər obyekt tikib və bu mərkəzin ətrafında məhəllə-məhəllə Gəncə inkişaf eləməyə başlayıb. Və Gəncə bütün şərq şəhərləri kimi məhəllə-məhəllə inkişaf eləməyə başlayıb. Əvvəl Şah Abbas meydanı yanında, sonra da zəncirvari arta indiki bizim vəziyyətimizə gəlib. Onu da qeyd edək ki, məhəllələrin əmələ gəlmə məsələsini təkcə icma münasibətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. Qədim və orta əsrlər şəhərinin plan quruluşuna nəzər saldıqda, məhəllələrin yaranmasının digər şərti ilə də üz-üzə gəlirik. İnsanlar arasında bərabərsizliyin əmələ gəlməsi, əhalinin təbəqələşməsi, quldarlıq və feodalizm quruluşlarının özünə məxsus istehsal üsulu, miqrasiya, hətta dini fərqlər də şəhərlərin məhəllələrə bölünməsini şərtləndirən amillərdəndir. Bu qismən də olsa Gəncənin şəhərsalma quruluşunda, əhalinin yuxarı təbəqələrinin yerləşdiyi iç qalanın, ticarət və sənət əhlinin yaşadığı Şəhristanın, əsasən əkinçi və maldarların məskunlaşdığı Bayır şəhərin timsalında görünür. Mən sizi deyim ki, bizim qədim Gəncəmizdən yadigar bizə qalan bir Comardı qəsrdir. Bir də ona yaxın yerdə indi Abbasət yerləşir. Xarabətdir. Xarabət bilsən nədir? Elə bir ki, vaxtı ilə Bağman şəhərdən ayrılıb, Arzə qəsəbə kimi olan kimi bu şəhərə daxil döyüldü. Mal saxlayırdı, qoyun saxlayırdı kənarda. O qədim Gəncənin son günlərində o xarabət, o salamat qalıb, xarabətdə axır vaxtı məsləti yaşayırdı. Xarabət musiqiçilərin olduğu yer deyərlər. İndi bu xanbağına musiqiçilər yığırmı? Onlar yığırlar xarabətə. Hətta bir hadisə olmuşdu. Gəncə xətibi, yəni məsciddə xütbə oxuyan, azan çəkən çox məşhur adam idi. O qatır minib gəlirdi. Bir gün gördü ki, bunu götürüb qaçır xarabata. Məlum oldu ki, Məhsəti Əmir Əhmədlə bunun oğluna dostlar. Onu almaq istəyir. Onu meydana çağırdı. Bir kalbuyumuzu Məhsətiyə çaxır verdi. Şərab. İçdi. Bunu sınırdı. Məhsəti də açıq adam idi. İkincini doldur verdi içdi. Üçüncünü dolduranda dedi ki, xətib, çalın 2 buynuzu var, 3 buynuzu yoxdur. İkisini dedim, içdim. Və qatırı nə üçün oraya qaçdığını bildi ki, bunu qatırını gecələr oğlu minir. Bax, bizə salamat qalan yer o xarabatdır. Bütün Azərbaycan şəhərlərində olduğu kimi, Gəncədə də məhəlli birliklərin əsasını silki, sinfi bölümlə yanaşı etnik, dini məzhəb, peşə yönümü və bu kimi müxtəlif amillər müəyyən edirdi. Həcm və məkan baxımından indiki mikrorayonları xatırladan məhəllələr mahiyyəti etibarilə icma münasibətlərini özündə cəmləşdirirdi. Maraqlı cəhətlərdən biri də buradadır ki, Təbriz, Həmədan, Şamaxı, Şəki, Xoy, Ərdəbil, Naxçıvan, Bakı, Gəncə və nisbətən cavan şəhərlərdən olan Şuşa və Quba məhəllələrində adların yaxınlığı, oxşarlığı, habelə eyniliyi kimi əsas xüsusiyyətlərin olması nəzərə çarpır. Hər bir şəhərin özünün də, məhəllənin özünün də danışıq tərzi var. Məsələn, biz eyni adamları eləmir. İrəvanın ağbulağında getmişəm, qocalara danışıram. Gəliyon, gediyon, biliyon, danışıyorsun. Deyirəm bir bayatı de, kulağının dibinə şirlərini qoy, yadına salır. Başlayır oxumağa. Sakit şəkildə bir bayatını deyəmdir. Onu motivinlə çatdırır. Demək o
ərazinin, o coğrafi məkanın ənənəsi budur. Bax, bu Gəncədə də məhəllənin özünün xüsusiyyəti var. Hətta bir məhəllədə müəyyən iş görəndə o biri deyir ki, İraq olsun bizdən. O xasiyyət, o ənənə bizə gəlməsin. Həmişə mühafizəkarlıq olur. Hamı cəhd edib qorusun. Amma Sovet hökuməti gəlib. Onun özü məxsus küçələr var, qəhrəmanlar var. Köhnə qəhrəmanları silmək, təzə qəhrəmanlar olmaq, 26'lar olsun, Kamsarlar olsun, Fancas olsun. Yəni, devlətin quruluşunu dəyişəndə onun həyatında çox şey dəyişir. Gəncənin köhnə sakinləri məhəllələrə basalaq və ya basalaq deyərdilər. Bu məhəllə məfhumunun dialekt ifadəsidir. Məhəllə sözü burada məhlə anlamında, xeyli dar çərçivədə, yaşayış evinin həyəti və ya həyətyanı sahə mənasını ifadə edir. Yeri gəlmişkən onu da qeyd edək ki, məhəllələri daha kiçik şəhərsalma vahidləri olan meydan, döngə, bunlarla səhv salmaq olmaz. Yaxşı, bəs gəlin görək, məhəllə adlanan orqanizmin əsas tərkib hissəsini hansı məhəllə anlamlar təşkil edir? Əgər şəhər üçün nə qədər atribut var idisə, bunlar hamısı birinci küçə, ikinci müsəlman aləmində məscid, üçüncü hamam, mən lap konkret və bildiklərimi deyirəm. Sonra bazar, sonra kəhriz, sonra su arxı və öz məzarlıqları. Bax, bunlar hamısı birləşirdi. Bayaq dediyim kimi, bu dairədən çıxmamış, yaşamaq imkanları hamısında var idi. Bunlar məhəllənin xarakterik cəhətlərindən biridir. Bunlar var idi ki, məhəllə strukturunu alırdı. Yoxsa balaca bir toplu şəklində qalardı. Məhəllənin özünün həmişə çox kiçik bazar olur. Səhər tezdən alır, ərzaq məhsullarını istifadə etmək üçün məhəllə olur. Orada qatığı, qaymağı, südü, hər şey beçəsi satılır. Bu, bunun bir tərəfi. Bunun sənətkarlar olur. Bəndadır, dülgərdir. O da haricə yığılıb bittinə, gəlib oradan aparlar, gəlməyin meyimi təmir elə. İndi axı o vaxtı böyük nəqliyyat yox idi ki, hamı şəhərin mərkəzinə ələ, ikinci hissə, birinci hissəyə gələ. Özü öz məhəlləsinin ətrafında tanırdı. Kim yaxşı dəlləkdir, kim yaxşı bəndadır, kim yaxşı dülgərdir. Bütün bunların hamısını xalq bilirdi. Əldə olunan bilgilərə əsaslanaraq 5-ci, 9-cu yüzilliklərdə Gəncədə məhəllələrin mövcudluğunu ehtimal etmək olar. Duluzçular, şərbaflar, boyaqçılar, dəmirçilər, miskərlər, üşüşəcilər, bağbanlar, qəssablar, zərrabi, əllaflar, dabbaqlar, səbzavad, ozan, ərəbli, əttarlar kimi məhəllələr məhz 5-ci, 9-cu yüzillikdə salınıb. Yuxarıda sadaladığımız məhəllələrlə yanaşı, həmin zaman ərzində imamlı, sofulu, xərabat, sərraşlar, sarvanlar, seyidlər, məscidçilər, çölək, xasa yeri, Gavur küçə kimi məhəllələrin də əsası qoyulub. Məhəllələri və elmi ədəbiyyatdakı bilgiləri təhlil edərkən 13-16-cı yüzilliklərdə Gəncədə toyuqçu, qacarlar, Qaramanlı, Xəlfəli, Şərəfxanlı, Təbrizli, Şatır görən, Allahdad, Köylübəyli, Arazbar, Daylaqlılar, Dəlləklilər, Nöyütçülər, Sadıllı, Xocalı, Şamlı adlanan yaşayış məhəllələrinin mövcud olduğunu da söyləmək olar. 1606-cı ildə əgər bu şəhərin təməli qoyulubsa, 1727-ci ildə bir qəribə, bir maraqlı vəsait çıxıb. Bu adlanır Gəncə, Qarabağ əyalətinin müvəssəl məlumat dəftəri çap olunub. Burada demək mən baxmışam 14 məhəllənin adı qeyd olunub. Təxminən 100 il ərzində 14 məhəllə Gəncədə yaranıb. Sonra bu məhəllələrin sayı artıb. Rəhmətli Fərrux Əhmədov bunları tədqiq edib. İndi 20-dən artıq məhəllənin adı bizə bəllidir. Amma o vaxtı ki, əttarlar olub, zərrabi olub, azan olub, sofili olub, deyək ki, toyuqçu olub,
Bunlar mərkəzdə cəmlənən məhəllələr olub. 17-ci yüzilliyə qədər Gəncə məhəllələri haqqında çeşitli qaynaqların verdiyi məlumatlardan ehtimal kimi danışırıq. Lakin Gəncəmizin köçürülməsindən sonra toplanılan çöl materialları isə şəhərdəki məhəllələri bir qədər ətraflı şərh etməyə imkan verir. Şəhərin yer dəyişməsindən sonra köhnə Gəncənin məhəllələri təzə şəhərə köçür. Bu fikri həm də adlarını çəkdiyimiz məhəllələrin əsas etibarilə şəhərin tarixi mərkəzində, İçqala və Şah Abbas meydanı ətrafında yerləşmələri də sübut edir. Bununla bərabər haqqında danışdığımız zamanda məhsuldar qüvvələrin inkişafı, şəhərin hərbi əməliyyat meydanına çevrilməsi, Şiə, Sünni kimi məzhəb ayrılığına malik iki qüdrətli dövlətin, Səfəvilərin Osmanlılarla fasiləsiz müharibələri və digər müxtəlif səbəblər üzündən bir çox məhəllələr ömrünü başa vurur. Amma bu proses birtərəfli getmirdi. Şəhərin köksündən silinən məhəllələrin yerində yeni məhəllələr yaranırdı. Şahsevənlər, Tatabad, Səfərabad, Qırıqlı, Totanlı, Tapqışdağ, Çaylı, Molla Cəlilli, Dördyol, Xanlıqlar, 24, Çələb Yurt, Kilsəkənd, Alacanlı, 40 Kilimçili, Su Tökülən, Mülkədərlilər, Cəhirri və bu kimi məhəllələr məhz Gəncə təzə yerinə köçərkən yaranıb. Onların bəziləri sürətlə tərəqqi etməkdə olan şəhərə gəlib, Şah Abbas tərəfindən köçürülən və burada məskunlaşan insanlar tərəfindən yaradılıb. Bir qismi isə təzə şəhərin ərazisində əvvəlcə mövcud olan kəndlərin tədricən böyüyən Gəncəyə qarışaraq əriməsi nəticəsində formalaşıb. Bu məhəllələrin xarakteri nə idi? Bu məhəllələr bir qan qohumluğu üzrə, yəni tayfaya görə, qohumluğa görə, qəbilləri görə hansısa familiyanın ətrafında bunlar yerləşirdilər. Bu məhəllə bunlarınki adlanır. İkinci tərəfdən isə müəyyən sənətkarlıq baxımından məhəllələr yaranırdı. Qan qohumluğu ilə bağlı olan məhəllələrdə özdə bütün yaşayış üçün hər şərait var idi. Küçədən tutmuş, evlərə kimi, kəhrizə kimi, qəbristanlığa kimi bunlar hamısı şəhərdən çıxmamış, yəni o müəyyən balaca dairədən çıxmamış, burada yaşamaq üçün imkan var idi, bu imkanlarla da orada yaşayırlar. Sonra tədricən Gəncəyə kənardan gələn müəyyən dövrlərdə, müəyyən hadisələrlə bağlı Gəncədə kənardan gələn insanların yaşayışı ilə bağlı bizdə məhəllələr yarandı. Çox yaxşı qədir bilən xalqlar ki, nə qədər yad edirlər, gəlib at oynadım. Atlarının alı bizim daşlarımızı yaralayıb, daşlarımız da dilə gəlib. Amma yenə özümüzün keçmişimizi qorumuşuq. O məhəllələrin adı qalıbsa, o bizim xalqın qədir bilənliyidir. Nəsil-nəsil. O nəsil, öz nəsil, o məhəllədə ki, deyir, bizim nəslin Səfərabad bizim nəsil aiddir, Toyuqçu bizimkidir, şahsevənlər bizimkidir. Biz şahsevənliyik. Adamlarla qürurdur. Meydana çıxanda deyir, biz şahsevənlərik. 18-ci yüzillikdə Gəncədə Qazaxlar, Qızıl Hacılı, Şabanlı, İtdilər, Qaranmətdi, Talalı, Xədəhli, Yanallar, Daşdəmirli, Mahdudlu, Sarəmmətdi, Noraşen, Kərki və digər bu kimi məhəllələr görünməyə başlayır. Gəncə xanlığının Rusiya birləşməsindən sonraki dövrdə, yəni 19-cu əsrin əvvəllərində isə Təbrizli, Qaramanlı, Şamlı, Şatırgörən, Arazbar, Allahdad, Şöylübəyli və başqa məhəllələrin adları yer üzündən silinir. Hacıməlikli, Xanbağının ərazisində Malağanlar, Molla Cəlillidə Azadlılar, Səbzavadın yerində Əzimbəyli və digərləri yaranır. Bu proses 1905-ci illərin sonuna kimi davam edir. Gəncənin deyilə bilər ki, bu məhəllə-məhəllə, tayfa-tayfa bu cür səpələnməyi, bu cür bir qədər bunlarda ümumi vəhdətdə pərakəndəlik yaratmır ki. Gəncədə düzdür, o məhəllələrdə ayrı-ayrı qəbilələr özləri daxilində bir-birinin təəssübünü dəhşət çəkirlər. Allah eləməsin, digər məhəllənin bir adamı bunlara sataşaydı, söz deyərdi.
məhəllə arasında müəyyən münaqişə, mübarizə, müəyyən şeylər olmamış deyildi. Amma böyük mənada gəncin ayağını hardansa bir daş dəyirsə, ayağını bir tikəndə və gənci hamısı birləşirdi, hamısı qalxırdı. O xırda məhəllə təəssübü gedirdi bir yana, ümumi gəncə təəssübü meydana gəlirdi və gəncə vahid qüvvə kimi meydana atılırdı. Gəncənin təəssübünü çəkirdi, Gəncənin istiqlalını, Gəncənin varlığını, Gəncəyə olan müdaxilənin qarşısını alırlar. Ona görə də Gəncə həmişə Gəncə olur. İstər məhəllə quruluşunda, istər böyük mənada birləşəndə Gəncə həmişə böyük olub, ulu olub və öz sözünü deyən olub. Hətta bax burada Şaxsəndə Aşıqlı küçəsi var. Bunun kəndi Xanların qırağında Aşıqlı kəndi. Niyə? Siz dediyiniz ki, müəyyən təzyiqlər, hücumlar olanda onlar bunlara, bunlar onlara. Oraya qaçıb pənah aparır, oradan buraya gətirir, ərzaq gətirir. Çox mükəmməl bunun ətraf kəndlərlə əlaqəsi olur. Bollacəlli. Bollacəlli, İnci Xanların yanında ağaca kətdir. Amma tekstil kombinatın böyründə böyük küçədir, Bollacəlli. Deyək ki, Hacı Məlikli. Yenə şəhərimizin ayaq hissəsində şəhərin ətrafında Hacı Məlikli var. Eyni nəsildir. Bunlar iqtisadi cəhətdən həmişə kömək var. Bizim Azərbaycanda Gəncə qədər qohumluq əlaqəsinə qiymət verən başqa bir yer ola bilməz. 1920-ci il may üsyanından sonra şəhərimiz etnik prinsip üzrə Gəncə çayı ilə iki hissəyə bölünür. 20-ci yüzilliyin əvvəllərindən isə Gəncə məhəllələri şəhərin ictimai həyatındakı əvvəlki mövqeyini nəzərə çarpacaq dərəcədə itirir. Məhəllələrin hələ 19-cu yüzilliyin ortalarından başlanılan tənəzzülü həmin dövrdə xeyli sürətlənir. Bunun 20-ci illərin sonlarında Gəncəbazar kəndlərindən köçüb şəhərdə yerləşən Aşıqlar və Çıraqlı küçələrində də müşahidə etmək olar. Onlar çox qısa müddətdə daxil olduqları məhəllələr içərisində əriyib, yerli hali ilə qaynayıb qarışırlar. Sonrakı iri miqyaslı demoqrafik proseslər və yeni sənaye müəssisələrinin tikilməsi nəticəsində Gəncədə tekstilli, Skonlu, Kavrovu, dəmir yolunun altı, Pasyolka kimi adlanan yeni yaşayış massivləri yaranır ki, onlar da məhəllə kimi yox, şəhər tipli kiçik qəsəbələr olaraq formalaşır. 1948-51-ci illərdə Ermənistan SSR-dən köçürülənlərin yerləşdirildiyi dəmir yolunun altını çıxmaq şərti ilə həmin qəsəbələrin heç birində məhəlli icma münasibətlərinin əsas xarakterik əlamətlərinə rast gəlinmir. 1918-ci ildə İrəvandan didərgin düşən Azərbaycan türkləri isə əsasən Quru Qobunun yaxınlığında yerləşdirilir və Yeniravan, yəni Yeni İrəvan məhəlləsi yaranır. Beləliklə, Gəncəmizin keşməkeşli həyatında yaşanan köklü dəyişikliklər nəticəsində Gəncə məhəllələri şəhər əhalisinin maddi, mənəvi və ictimai həyatında dərin izlər qoyaraq tarixə qovuşur. Gəncə məhəllələrinin adlarının 1928-37-ci illərə kimi qalmasına baxmayaraq, müxtəlif zaman kəsiklərində bir-birlərini əvəz edən rəhbərlərin arzusuna müvafiq olaraq məhəllə adları dəyişdirilir və xalqın soy kökünə yabancı, qondarma adlarla əvəz olunur. Çayından axır, göydən ulduzlar baxır, çiçəklərin boynuna Gəncə incilər taxır, gecələrin nurludur, səhərin uğurludur, təbiət sənə